Agentlik 207 sayılı məktəbin direktorunun son zəhlə bağlı pul tələb etməsi kimi negativ haldan xəbərdardır. Bununla bağlı komissiya yaradılıb və bilirsiniz, həmin müəllim artıq belə deyək də, işdən çıxarılıb və s. son zəng tədbiri ilə bağlı agentliyin təlimatı var. Həmin təlimata əməl etmək lazımdır. Təhsil müəssisələrinə, rəhbərlərinə bununla bağlı çağırışlar edirik. Bilirsiniz, bu çağırışları hardan edirlərsə, o çağırış gelib çatmır. Məsələn, 28 martda mən dəfələrlə dedim ki, bir neçə məktəblər var ki, onların heç nə lazım deyil. Məktəbin təhlükəsizlik kamerasından 8, 7, 6 mart ərəfəsində müəllimlərin direktorun otağına giriş-çıxış intensivliyi bir dənə yoxlayırsan və əvvəlki günlərlə müqayisə edirsən. Görürsən ki, bugün 10 müəllim girmişdi direktorun otağına, məsələn, martın 1-i. Martın 6-sında 50 müəllim o qapıdan keçdi içəri. Burada deməli, nəsə bir əmma var da, düzdürmü? Yoxsa ki, araşdırırıq, belə eləyirik. Yaxşı, hər dəfə bu bir saytda, bir portalda, sosial mediada, elektron mediada haradasa gedəcək, siz də onu çıxardacaqsınız. Siz nə iş görürsünüz? Bu maraqlısı odur. Həmin o, deməli, direktorun məktəbdən çıxarılması sizin nə uğurunuz deyil, nə bir şey deyil. Yəni, sizin uğursuzluğunuzdur. Cəmiyyət onu ictimailəşdirdi, siz də məcbur olub işdən çıxartdınız. Yəni, bu qədər. Yəni, bundan o tərəfə nə iş görürsünüz, bax, onu demək lazımdır. Və hər bayram ərəfəsində, açın xronologiyan, baxın, hər bayram ərəfəsində, hər bu kimi hadisələr olan ərəfələrdə 1, 2, bəzən 3 məktəb direktoru yola salınır və belə bir görüntü yaradılır ki, biz işləyirik. Siz işləmirsiniz, biz işləyirik. Sadəcə o səlahiyyət sizdədir də, yəni. Onu mən də bilirdim ki, onu işdən çıxarılacaq, yaxud da çıxartmaq lazımdır. Amma bunu mən ictimailəşdirəndən sonra, başqası deyəndən sonra çıxartmaq o iş deyil ki. O iş deyil, yəni. Bu qədər negativlər var. Girin o videonun altındakı şərhləri oxuyun da. Hər məktəbdən eyni narazılıq var. Çünki bu adamların özləri bir gün gedib haradasa müəllim işləməklər. Başa düşürsünüz? Müəllim işləməlisən, müəllimin o hansı, belə deyək də, şərti olaraq hansı bicilikləri olduğunu, direktorun hansı dırnaq arası yenə də çörək yerlərinin olduğunu və s. bunları öyrənməlisən, bilməlisən və s. Amma sən kabinetdə qəfil peyda olmuşsunuz ki, biz vəzifəliyik, biz filan vəzifəni daşıyırıq, biz filan sektorun müdürüyük, biz filan şöbənin, belə olmur. Belə bu iş deyil, yəni. Həqiqətən iş deyil. Təhsil bərbad, bunu bildik. Amma heç olmasa bir çabalamaq, nəsə iş görmək lazımdır. Dördüncü uşağın imtahan sahiblər özü başqa məktəbdə. Bu, bir dəfə mən bu vaxtda videoda çəkmişdim. Yəni, bizdə cəmiyyət bəzən elə şeylərə etiraz edir ki, baxırsan ki, aha, insanlar artıq müəyyən şeyləri dərk edirlər. Bəzən də elə şeylərə susqun qalırlar ki, deyirsən, bu qədər də yox da, belə kütlü olar. Aparma uşağın imtihanı. 300 min uşaq imtihan verəcək. Bunun 200 mini gətirməsə, o 100 minin gəlməyin heç bir şey yoxdur. Yox, müəllim. Bax, dünənlər o məktəb direktoruna görə bir-birini qıran valideynlər var idi. O troll valideynlər var idi ki, müəllim, nə bilim, nəsə də direktorun tərəfini tutanlar. Bax, onların mayası batdı. İndi həmin o troll valideynlər, digər valideynlərin üzünə nə üzünə baxacaq? Artıq hər məktəb direktorunun, hər sferada adamların özünün bir yaltaq dəstəsi var, başa düşürsünüz? Troll dəstəsi var. Bəs deyirdiniz, yaxı, heç nə yoxdur, nə oldu? Yəni, ona görə də bu qədər belə, nə bilim, yəni çox iyrənc gedişatlar var. İstəyir təhsildə, istəyir səhiyyə, istəyir cəmiyyətin müxtəlif sferalarında. Və nə qədər insanlar öz haqlarından, hüquqlarından məlumatsızdırlarsa, bir o qədər də bu şeylər baş verəcək. Tənqidi iki cür başa düşürük. Ya söyüş, ya qarğış kimi belə bir cahilliyimiz var, xüsusi cahillik bacarığımız var. Bir də ki, ən məşhur söz, mən siyasətə qarışmıram. Burada siyasətlik nə var ki? 300 min uşağın valideyni səsini çıxarsın ki, qardaş, mən uşağımı niyə aparmalıyam? Məsələn, deyə, Suraxanda yaşayıram, Nərimanov da mənim uşağım necə bir imtahan verməlidir? Bu nədir? Qəbul imtahanıdır, ali məktəbdir, nədir? Müəllimlərə də
Musiqi müəllimlərini də belirlədiniz, saldınız təliyə, soxdunuz imtahana, sonra da çıxartdınız 500 nəfəri qoydunuz çöldə. Cəsarətiniz çatmır ki, deyərsiniz ki, bu imtahan olacaq və nəticədə də, nə bilim, filan qədər müəllim işdən çıxarılacaq. Bu, yəni, getdikcə də, indi mərhələ-mərhələ Əfqanistan olmağa doğru gedirik, çatmışıq, bir şey də qalmıyor. Yəni, çox yolumuz da qalmıyor. Amma bunun sonunda bir nəticəsi olmalıdır. O nəticə də cəmiyyətdəki kriminal hadisələrin sayının artmağıdır, ən gözəl nəticəsi odur.